Salam hər kəsə, ölkəmin insanına, vətəndaşına istəyərdim öz vətəndaş mövqeyimi bildirim. Artıq 20 dəqiqə qalıb, 2026-cı il gəlir. Sadəcə təqvim dəyişir. Amma insanlar hələ də dəyişmirlər. İnsanlar yenə də təəssüflər olsun ki, dünyada bu proses baş gedir. Bu proses davam edir. İnsanlar yenə də riyakar, laqeyd, yaltaq, ikiyüzlüdürlər. Demək istəyirəm, siyasi kurs hələ də dəyişməz olaraq ölkədə qalır. İqtisadiyyat ürəyimizcə deyil və hesab edirəm ki, bu gediş çoxlarını qane etmir. Həmçinin məni də bir vətəndaş olaraq. 2026-cı ildə arzularımı dilə gətirmək istəyirəm. 2026-cı ildə cənab Saakashvilinin həbsxanadan çıxmağını arzu edirəm. Nikol Paşinyanın Ermənistanın baş naziri olmağını arzu edirəm. O insan hələ də o vəzifədə qalmalıdır. Geosiyasi məsələlərə görə və ölkəmin insanlarının xoş, firavan yaşamağını arzu edirəm. 2026-cı il ümid edirəm ki, kontaktımda və ətrafımda qohumlarımın içində o yaltaq, riyakar, ikiyüzlü insanları görməyəcəm. 2026-cı ildə inşallah ümid edirəm. Gözəl qəlbli, saf, mərhəmətli insanları buradan salamlayıram. Onları 2026-cı il, yeni il münasibəti ilə təbrik edirəm. Allah sizləri qorusun, dostlar. Nə qədər ki bizlər varıq, bizi kimi insanlar var, düzdür, azıq, sayımız azdır. Amma biz çalışmalıyıq ki, cəmiyyət formalaşsın, cəmiyyət maariflənsin, ölkəmizin insanı savadlı olsun, oxusun, hüquqlarını bilsin, haqqını tələb edə bilsin. İnşallah 2026-da görüşəcəyik, qismət olsa. Salamat qalın, görüşərik.